Sabahlarınızın xeyri açılmasını, gününüzün uğurlu başlamasını arzu edib İdman Səhərin efirindən bütün dostlarımızı salamlayırıq. Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. İdman Səhərdə saat yarım ərzində yenə birlikdə olacağıq və yenə də sizin üçün bir-birindən maraqlı, rəngarəng süjetlərimiz, eyni zamanda qonaqlarımız olacaq. Studiyamız ümumiyyətlə bugün çox maraqlıdır. Güclü insanlar gəliblər bugün bizə qonaq. Bir qədər sonra onları da görəcəksiniz. Əslində çox yaxşı da tanıyırsınız, amma bəzi sizə təmrinlər də göstərəcəklər. Əslində çox maraqlı bir efir, əziz dostlar, sizi gözləyir. Nurlanın da qeyd elədiyi ki, maraqlı qonaqlarımız var. Eyni zamanda Nurlan sujetlərimiz, video çarxlarımız, kliplərimiz də tamaşaçılarımıza zamanla təqdim olunacaq. Bununla yanaşı təqvimə də mütləq nəzər salacağıq. Hər gün baş verən hadisələri, təqvimdə yer alan hadisələri əlbəttə ki, təqvimdən öyrənmiş oluruq. Bununla yanaşı xəbərlərimiz də var. Bəli, idman aləmində dünən bir çox hadisələr baş verdi və təbii ki, bunları da biz sizə çatdıracağıq. Nurlan, istərdim elə başlanğıcda tamaşaçılarımıza bəzi məlumatları təqdim edək. Çünki bəlkə də məktəbə tələsən valideynlər var, tamaşaçılarımız var, çölə çıxmağa hazırlaşan dostlarımız var. Hava şəraiti də hazırda yaxşıdır, mülayimdir. Ancaq Milli Hidrometeorologiya Mərkəzindən artıq xəbərdarlıq gəldi. Əziz dostlar, bugün gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək və bugün eləcə də sabah ayın 7-sinə qədər ölkə ərazisində şimal-qərb küləyi güclənəcək. Eyni zamanda bəzi bölgələrimizdə, xüsusən dağlıq rayonlarımızda yağışın yağacağı, güclü yağışın yağacağı da gözlənilir. Odur ki, elə bugündən başlayaraq soyuq havaya da məncə hazırlaşmalıyıq. Bəli, hər halda kim bu saatlarda harasa getməyə hazırlaşırsa, düşünürəm tıxacı da nəzərə almalıdır. Paytaxtda yenə də sıxlıqdır və dünən maraqlıdır ki, Fransanın Marsel şəhərində də belə bir hadisə baş verdi. Hətta tıxaca görə futbol komandası maçça gecikdi. Və elə futbolla bağlı bu məlumatı da dostlarımızın diqqətinə birazdan çatdıracağıq. Əziz dostlar, təqvimə məncə Nurlan biraz nəzər salaq. Çünki təqvimdə də maraqlı hadisələr yer alır, əziz dostlar. Xüsusən bugün əlamətdar olan hadisələr var. Bunları mütləq qeyd etməliyik. Təqvimdə hansı hadisələr da qalıb, bununla da bağlı ilkin məlumatları dostlarımızın diqqətinə çatdıraq və qeyd edək ki, bugün Cəbrayıl rayonunun 3 kəndinin işğaldan azad olunduğu önəmli tarixi günlərdən biridir. Şıxəli Ağalı, Sarcalı və Məzrəh kəndləri elə 2 il bundan öncə bugün ermənilər tərəfindən işğal olunmuşdu və işğaldan azad olundu və bugünü də xüsusi olaraq qeyd etmək yerinə düşər. Əlbəttə, eyni zamanda Azərbaycan idman tarixində də bəzi hadisələr olub ki, onlardan biri də Əhməd Ələsgərovun dünyaya göz açmasıdır ki, məhz bugünə təsadüf edir və düşünürəm ki, onu tanımayan yoxdur. Azərbaycan futbolu üçün xidmətləri kifayət qədər böyük olub, milli komandamızda da işləyib. Bəli. Və uzun müddət Neftçi klubunun, əvvəllər Neftyannik adlanırdı bu klub, 1955-66-cı illərdə üzvü olub və qeyd edək ki, bu ad düşünürəm ki, Azərbaycan idmanında öz yeri olan isimlərdən, adlardan biridir. Eyni zamanda bizim Əhməd Ələsgərov adını qeyd edəndə Azərbaycan milli komandasının da ilk baş məşqçisi olduğunu da qeyd etmək yerinə düşərdi. Bəli, gəlin elə onun haqqında bir süjetimiz var. Ümumi bir təqvimimiz var Nurlan, çünki bugün Əhməd Ələsgərovla yanaşı Azərbaycanda, eləcə də dünyada məşhur idmançıların doğum günü kimi təqvimə düşüb. Əziz dostlar, elə əməkdaşlarımız da ümumi təqvimdə bunu bizə xatırladacaqlar. Ümumi təqvimdə məlumatları, əziz dostlar, öyrəndik. İdman ictimaiyyətinin tanınmış nümayəndələrini bir daha yad etmiş olduq. Amma dünya təqviminə Nurlan nəzər salanda bunu düşünürəm ki, xüsusi qeyd etmək lazımdır. Bugün dünyada müəllimlər günü kimi qeyd olunur və qeyd edək ki, bu Birləşmiş Millətlər Təşkilatında 1966-cı ildə müəllimlərin statusu ilə bağlı məsələlər müzakirə olunub. UNESCO-nun təşəbbüsü ilə və 1994-cü ildə elə UNESCO-nun yenə təşəbbüsü ilə dünyada müəllimlər günü kimi qeyd olunması tarixi gündəmə gəlib və o gündən bugünə dünyanın 100-dən çox ölkəsində məhz bu tarix müəllimlər günü kimi qeyd olunur.
Fürsətdən istifadə edib biz də öz müəllimlərimizi və bütün müəllimləri, xüsusilə Azərbaycan müəllimlərini təbrik edək. Bəli, müəllimlər bizim üçün önəmlidirlər. Onların yetişdirdikləri tələbələr, şagirdlər Azərbaycan dövlətinin, Azərbaycan xalqının gələcəyidir. Odur ki, bütün müəllimlərimizi təbrik edirik və onlara uğurlar arzu edirik. Nurlan, dünən dünya deyərdik ki, ictimaiyyətinin təqvimində yer alan hadisələri, bugünkü hadisələri xatırlamış olduq. Amma dünən dünyanın diqqəti yenə UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunlarındaydı. Çünki maraqlı oyunlar keçirildi. Üçüncü turda daha 6 oyun dünən baş tutdu və maraqlıdır ki, qeydə alınan nəticələr bir çoxumuz üçün gözlənilməz oldu. Xüsusən düşünürəm ki, Barselonanın İtaliyada Interə minimal məğlubiyyəti o qədər də gözlənilmirdi. Eyni zamanda digər bir məğlubiyyət isə Ajax'ın məğlubiyyəti idi və minimal hesab bayaq qeyd elədik, amma burada hesab minimal deyildi. 6-1'lik hesab qeydə alındı. Nə baş verir Ajax'da? Halbuki hesabı Ajax komandası açmışdı və əslində Liverpool'la qarşılaşmada da bu komanda göstərdi ki, gənc futbolçularla hələ ki Napoli və yaxud da Liverpool kimi komandaların səviyyəsində mübarizə aparacaq gücdə deyil və oyun da bunu nümayiş etdirdi. Və Napoliyə qarşı, xüsusilə son vaxtlar yaxşı formada olan bir komandaya qarşı açıq futbol oynaması da nəticəyə təsir etdi. Amma Napolinin də xüsusi qeyd eləmək lazımdır və bu komandada Gürcüstan millisinin üzvü Kviça Kvaratskhelyanın oynaması və bu görüşdə də yeri gəlmişkən fərqlənməsi əlbəttə ki, hardasa bizim futbolçulara bir nümunə olsun, örnək olsun, qoy bizim futbolçular da bu cür komandalarda, bu cür səviyyədə belə qollar vura bilsinlər. Elə bizim komandalardan danışmışkən, əslində dünən Çempionlar Liqasının nəticəsini düşünürəm ki, tamaşaçılar artıq səhər saatlarında müxtəlif yerlərdən öyrənə biliblər. Gözlənilməz nəticələr çox oldu. Necə ki, qeyd elədin, Interin 1-0 hesablı qələbə qazanması Barcelona üzərində. Çünki son vaxtlar bu komandada vəziyyət bir o qədər yaxşı deyildi. Liverpool çətinlik çəkmədən Rangers üzərində qalibiyyət əldə etdi. Eyni zamanda Brüggenin Atletico Madridi məğlub etməsini də bəlkə çox adam gözləmirdi. Çünki bu komanda Çempionlar Liqasına düzdür, çox yaxşı başlayıb. Nə qol buraxır, bütün rəqibləri üzərində də inamlı qələbələr qazana bilir və dünən də Atletico Madridi məğlub etdi Belçika komandası. Digər nəticələrdən bəlkə də Viktoria Pilseni qeyd edərdik. Çünki bu komanda Qarabağı Çempionlar Liqasının qrup mərhələsinə buraxmadı, belə deyək. Amma özü də Çempionlar Liqasında hər oyun böyük hesablı məğlubiyyətlər alır. Dünən də 0-5 hesabı ilə Münhendə Bavariya uduzdular. Əslində bu gözlənilən bir nəticə idi və dünənki oyunlarla bağlı Marsel Sporting arasında keçirilən oyunun müddəti bir müddət uzandı. Bunun da səbəbi tıxac oldu və qeyd edək ki, 22 dəqiqə gec başladı bu oyun. Amma buna baxmayaraq ilk hissəni ilə Sportingin ilk vurduğu qolla açmış oldu. İlk hissədə Sportingin o müəyyən üstünlükləri hiss olundu. Bəli, sonra Sportingin qapısının səhvi Marsel hesabı bərabərləşdirdi. Sonra hətta Antoniyadan qırmızı aldı və Marsel 4-1 hesablı qələbə qazandı. Dünən əlbəttə futbol xəbərləri çoxdur, amma bunu xüsusi qeyd etməliyik ki, Azərbaycan milli komandasının baş məşqçisi postunda Gianni De Biasinin qalacağı da dəqiqləşdi. Dünən AF və İcraiyyə Komitəsinin iclası keçirildi. Gənclərdə ibarət milli komandanın əcnəbi məşqçisi istefaya göndərildi və onun əvəzinə hələ ki təyinat yoxdur. Amma Gianni De Biasinin qalması əlbəttə hələ çox müzakirə olunacaq və biz də İdman TV olaraq verilişlərimizdə mütəxəssislərlə hələ bunu çox müzakirə edəcəyik və indiki halda bunun üzərində çox da qalmaq istəmirik. Əslində futbol elə bir mövzudur ki, əziz dostlar, nə qədər danışsaq da yenə müzakirə edəcək mövzular çoxdur. Odur ki, bugünlük hələ bu saatlıq, bu dəqiqəlik bu mövzuları yekunlaşdıraq. Çünki qeyd elədiyimiz kimi maraqlı qonaqlarımız olacaq. Qonaqlarımız hansı idman növünü təmsil edirlər? Video çarxımızı izləyək. Düşünürəm ki, hazırda ekran qarşısında bu görüntüləri izləyən dostlarımızın bir çoxunda da belə bir fikir yarandı ki, bu insanlar nə edirlər ki, belə güclü olurlar? Əlbəttə ki, adətən ümumiyyətlə bizim hal-hazırda studiyamızda da bəzi alətlər var və etiraf eləyək ki, verilişdən qabaq biz də bu alətləri qaldırmağa çalışdıq, amma bunu ancaq onlar bacarırlar.
Çünki alətlərin əsnə kilosuna, kiloqramına baxanda görürük ki, həddindən artıq ağırdır. Bunu qaldırmağa bizim Nurlan cəsarətimiz çatmaz. Odur ki, cəhd etməyə belə dəyməz. Çünki bu alətləri idarə etmək ən güclülərin işidir. Çünki bu alətlər üzrə əslində dünyanın dörd bir yanında maraqlı tədbirlər keçirilir, festivallar keçirilir və orada bu alətlər nümayiş olunur. Özü də əvvəllər biz həmin o beynəlxalq arenalardakı yarışları həm efirdə görürdük, ümumiyyətlə izləyirdik, maraqlı da gəlirdi. Bizdə Azərbaycanda bir o qədər geniş fürsət almamışdı. Amma son vaxtlar Azərbaycanda da bu idman növü inkişaf etməkdədir və idmançılarımız həm ölkə daxili, həm beynəlxalq yarışlarda öz güclərini sözün əsl mənasında göstərirlər. Və bu mövzunu geniş şəkildə, əziz dostlar, əhatə edəcəyik. Suallarımız çoxdur və suallarımızı cavablandıracaq qonaqlarımız da elə hazırda studiyada təqdimatlarını gözləyir. Dəvət edək Kamının çox yaxşı tanıdığı, hazırda milli komandanın məşqçisi olan Rövşən Xəlilov, eyni zamanda idmançılar Aydın Hümbətov və Nicat Hüseynov qonaqlarımızdır. Xoş gəlmişsiniz. Sabahınız xeyir. Ən güclülərin çəkisini yoxlayaq, daha sonra söhbətə başlayaq. Rövşən müəllim, siz bizə çəkinizi deyin. 82 500. 82. Xoş gəlmişsiniz. Normal çəkinizdir yəqin ki. Aydın müəllimin çəkisi ən ağır olmalıdır məncə. Tərəzi çatdırır. 127 200. 127. Bəli, bəli. Buyurun Nicat bəy. Sizdə neçədir? 100 kilo 700. Sizdə də 100 kilo. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Sizlər artıq öyrənmişsiniz məncə təqdimata. Ən güclülər, ən güclü insanlar deyə təqdim olunursunuz. Əlbəttə ki, bu səbəbsiz deyil. Çünki elə qaldırdığınız çəkiyə baxanda, təmsil etdiyiniz araşdıranda görürük ki, sizi ən güclülər adlandırmaq olar və dünyada da bu belədir. Və gücünüzü sınadığınız əlbəttə ki, yarış meydanları var və bu yaxınlarda da yarışların birindən qayıtdınız. Elə istərdim bu yarışla başlayaq. Buyurun. İspaniyada yarış keçirildi. Ayın 17-si 18-i yarış keçirildi. 17-si Strongman yarışı keçirildi. 5 hərəkətdən ibarət idi. 5 hərəkətdə çiyində 380 kiloqram çəki idi. Onu götürüb 20 metrə getmək lazımdır. Sürətli dərəcədə. Sadə addımlarla yox. Qantel idi 95 kiloqram, böyük qantel. Yəni verilişdə də gətirmişik, görə bilərsiniz. Göründüyü kimi böyük bir qanteldir. 360 kiloqramlıq təkər idi. Müəyyən çəkilərdə, aşağı çəkilərdə sayı az idi, yuxarı çəkilərdə 7 sayı idi. Əldə çamadanlar idi. Hər bir çamadanın çəkisi 140 kiloqram idi. İkisi bir yerdə 280 kiloqram. Bunu da 40 metr aparmaq lazımdır sürətli gedişlə. Bir də loglift hərəkəti var. Ruslarda brivno deyirlər. Böyük bir dəmirdir. Onu da başının üstünə qaldırmalısan. Ştangist sayağı. Ştangist sayağıdır, lakin ştangistlərdən biraz fərqlidir. Çünki ştangistlərdə düz dəmirdir. Burada isə yumur bir dəmirdir. Təzyiq yüksəkdir. İkinci gün isə 18-i festival yarışı keçirildi. Şou xarakterli festival yarışı keçirildi. Orada 3 hərəkətdən ibarət idi. 3 hərəkətdə birinci, yəni iki tərəfli var idi. Ya daşı seçə bilərdin, daş hərəkətlərini etmək, cürbəcür daş hərəkətləri, ya da maşın hərəkətləri. Maşın hərəkətləri yarışında Hüseynov Nicat iştirak elədi. Böyük çəki dərəcəsində iştirak elədi və hamına qalib gələrək birinci yerə layiq görüldü. Mən isə daşlarda iştirak elədim, ikinci yerə layiq görüldüm və birinci gündə isə Strongman yarışında 5 hərəkətdən yenə də ikinci yerə layiq görüldüm. Beləliklə 2 dənə ikinci yer. Biz Nicat bəy, Aydın bəy sizinlə mövzunu davam etdirəcəyik. İstərdik bir qədər Rövşən müəllimlə də söhbət edək. Çünki hal-hazırda da görürəm, əli boş gəlməyib. Birinci fürsətdən istifadə edərkən salamlayıram. Bugün müəllimlər günüdür. Mən fürsətdən istifadə bütün müəllimləri təbrik edirəm. Və Federasiyamızın prezidenti Bəxtiyar müəllimin, Bəxtiyar Quliyevimin sizə hədiyyəsi var. Çox sağ olun, təşəkkür edirəm. Bu ulu öndərimizin şəkli olan, rəsmi olan bir medaldır. Yəni bunu sizin muzeyinizə hədiyyə edirik. Təşəkkür edirik. Var olun. Rejissorlarımız göstərə bilər. Buyurun. Bəli, yarışlar haqqında onu demək istəyirəm ki, Strongman Federasiyası yeni yaranmış bir federasiya olmağına baxmayaraq artıq 5 ildir fəaliyyət göstərir. Böyük uğurlar əldə etmişik. Bu Avropa çempionatından öncə bizi Gürcüstanda beynəlxalq turnir var idi, Grand Prix turniri, orada iştirak etmişdik. Orada da Aydın Hümbətov bizim himnimizi səsləndirmişdi. Mən özüm həm də ilk dəfə idi ki, aşağı çəki dərəcəsini bildiyiniz kimi Strongman elə bir idman növüdür ki, burada 100 kilodan, 110 kilodan böyük insanlar iştirak edir.
Mən də orada himnimizi səsləndirmişdim 80 kiloqram çəki dərəcəsində və Avropa çempionatına vəsiqə əldə etmişdik. Şükür Allah, bu dəfə hər şey qaydasında oldu. Düzdür, mən 80 kiloqram plus çəki dərəcəsində məşqçi kimi getmişdim, həm də Bəxtiyar müəllimin nümayəndəsi kimi. Ancaq özümü də sınadım. Təəssüf ki, uğursuz oldu Strongman çempionatına, Avropa çempionatına. Ancaq yenə də buna baxmayaraq məşqçi kimi fəaliyyətimi göstərdim və idmançı dostlarımıza dəstək olduq. Şükür Allah ki, himnimiz səsləndi orada, medallar oldu və bu federasiyamızın böyük bir uğurudur. Çünki yeni yaranmış bir federasiya üçün, 5 illik bir tarixi olan federasiya üçün bu böyük bir uğurdur. Avropa çempionatından qızıl və gümüş medallar, beynəlxalq yarışlarda bu mükafatlar. İnanırıq ki, inşallah gələn il biz dünya çempionatında iştirak edəcəyik və oradan da inşallah ki, medal alacağıq. Nicat bəyin də bu mövzuda fikirlərini öyrənək. Sizin üçün bu yarışın əhəmiyyəti nədən ibarət idi və nəticəniz sizi qane etdimi? İlk öncə təşəkkür edirəm dəvətiniz üçün. İspaniyanın Sevilla şəhərində maşın dartma hərəkətindən çıxış etdim. Böyük çəki dərəcələrində çıxış etdiyimdən 125 kilo plus və birinci yerə qalib oldum. Yəqin ki, rəqiblər də çox güclü idi orada. Əgər biz nəticələrə baxsaq, ümumiyyətlə hansı ölkələr daha yaxşı nəticələr göstərir? Kimlərdir daha güclü? Həqiqətən çox güclü rəqabət var idi. Orada demək ki, Avropanın bütün şəhərlərindən var idi. Bu haqda Aydın daha yaxşı danışa bilər. Çünki ən yüksək çəki dərəcəsindən çıxış edirdi. Həqiqətən də böyük rəqabət əsasında, hətta belə deyim, tamaşaçılar bəlkə də qorxar. Bu idman növü çox təhlükəli bir idman növüdür. Burada gücdən əlavə cəhdlik, dözümlük olmalıdır. Yəni kadrlarda, bilmirəm, sizdə var o kadrlar, Aydının orada halı da pisləşir, tibbi yardım göstərilir orada. Yəni, böyük rəqabət var idi və şükürlər olsun ki, əsas odur ki, o qalibiyyəti qazanandan sonra artıq o çətinlik yaddan çıxır. O ki, bayrağımız qalxır, himn səslənir, mükafatçılar siyasında Azərbaycanın bayrağı olur. Artıq bu çətinliklər gözə görsənmir. Aydın özü danışsın bizə həmin hadisəni. Nə baş vermişdi? Demək, yarış digər yarışlardan fərqli olaraq burada intensiv keçirdi. Yarışlar bir-birindən fərqlənir. Bu ilə də gözəllik qatılır yarışa. Strongman yarışı elədir ki, həmişə eyni hərəkət olmur. Həmişə fərqli hər olur və vaxt baxımından cürbəcür vaxtlar qoyurlar. Siz həmin hərəkətlərə hazır idiniz, əvvəldən məşq etmişdiniz? Bəli, hazır idim, hazır olmağına bəli hazır idim, amma vaxta hazır deyildim, çox təəssüflər. Yəni, çox tez bir zamanda hər bir hərəkəti verdilər. Hər bir hərəkətin arasında 7 dəqiqə vaxt tələbi var idi. 7 dəqiqə vaxt ərzində də sən tələb olunurdu ki, həm razminka edəsən, çəkilərlə isinmə hərəkətləri eləyəsən, böyük çəkilərlə isinmə hərəkətləri 1 dəqiqədən bir, bu biraz çətindir. Və yarışda iştirak edəsən. Çox insanlar orada isinmə hərəkətləri etmirdilər. Çünki vaxt qalmırdı. Mən də zədə almaq ehtiyatsızlığından ona görə narahat idim ki, zədə alaram və məcburiyyət qarşısında həm isinmə hərəkət edirdim, həm də yarışda iştirak edirdim. Hamısı dalbadal olurdu və onun nəticəsində orqanizm davlə ilə qalxmağı, düşməyi bu mənə çox pis təsir elədi. Hətta yarışa çıxanda axırıncı hərəkətdə Rövşən Xəlilova dedim ki, təkər 360 kilo idi, 7 dəfə fırlatmalı dedim. 7-ci hərəkət eləyəndə, yəni mən özümdə olmayacam. Həqiqətən də elə oldu, 7-ci hərəkət elədim, yerə yıxıldım, orada sujet var, yerə yıxıldım və özümü pis elədim. Rövşən Xəlilovla Nicat Hüseynov yaxınlaşdılar, kömək elədilər və tibbi yardım kömək elədilər. Ondan sonra özümə gəldim. Yəni, bu hallar olurdu. Yəni, belə deyək də, həmişə o yarışa çıxırsan, yarışda hamı deyir ki, nə rahat, nə gözəl el olunur, amma pərdə arxası görmədiyimiz nüanslar var. Hansı ki, siz onları görmürsünüz, biz onları görürük, o yarışın içindəkilər hamısını görür. Yəni, o çətin bir nüanslardır, çətin bir... Onun çıxış yolu da əslində çətindir. Yəni, qeyd elədiniz, o təzyiqinizi düşür və davam etdirməyə də bilərdiniz. Orada belə deyək də, hətta bir hərəkət var, daş qaldırma hərəkətində, ikinci gün yarışında, festival yarışında. Orada görsənir ki, mən ayağımın arxasını dartıram, baldır hissəni dartıram. Və üçüncü hərəkəti etsəydim, birinci yerə layiq görülə bilərdim. Lakin zədə ala bilərdim, bu da ömürlük ola bilərdi. Ona görə yarışı dayandırdım. Hətta orada Rövşən Xəlilov qışqırır ki, davam elə, vaxt var.
Yəni onu belə yarışda başa sala bilmirəm. Sonra gələndən sonra Razmik otağına deyirəm ki, bəs zədə almışam. Sonra ikinci çıxış eləyəndə ikinci dəfə ayağımı bağlayıram. Baldır hissəmi bağlayıram ki, həm isti olsun, həm də travmadan uzaq olun. Bilirsiniz, o məqamlarda artıq bir növ zədə də yaddan çıxır. Çünki belə deyim də, vətənpərvərlik hissi, o bayrağın ucalmağı hissi və son anda sənin qalib olmaq üçün medala bir addımlıq, ona görə belə bir növ o zədələri düşünmək də düzgün deyil. Zədədən söz düşmüşkən sonuncu dəfə Rövşənin bir zədəsi var idi və bütün demək olar ki, Azərbaycanda əks-səda doğurdu bu zədə. Ciddi də ola bilərdi. Nə baş verdi və bu zədə artıq sağalıbmı? Mən 300 kiloqramlı ağır öhdəsindən gəlmişəm, 75 kilodur. Bu Azərbaycanda demək olar ki, ilklərdəndir ki, özümdən 4 dəfə çox ağırlıq qaldırmışam. Və fikrim var idi ki, 301 kilo. Hər kəs deyir ki, 300-ü qaldıran 301-i də qaldırar, ancaq elə deyil. Həqiqətən 1 kilonun çox böyük bir önəmi var ağırlıq qaldırma idman növündə. Və mən 301 kiloqramlı ağırlıq qaldıranda müvazibətimi saxlaya bilmədim. Sanki bir anlıq huşum getdi və 301 kiloqramlıq ştanga mənim ayağımın üstünə düşürdü. Və qeyd etdiyiniz kimi, şükürlər olsun ki, diz qapağıma düşmədi. Çünki artıq ömürlük mən şikəst ola bilərdim. Həkimlərin müdaxiləsindən sonra ayağımı bağlı saxladıq və mən MRT cavablarından sonra bəlli oldu ki, şükür Allah, ayaqda sümükdə qırılma yoxdur. Sadəcə olaraq əzələlərimdə hal-hazırda o yenə iz var. O 301 kiloqramlıq ştanga ayaq əzələmi 2 hissəyə bölüb. Artıq əzələmi yarış o tərəfdə, yarısı bu tərəfdədir. Ancaq hələ ki davam edirik. Son Avropa çempionatında bu zədə mane oldu mu sizə? Valla deməzdim, çünki mənim burada gücüm bütün hərəkətlərə çatırdı. Yəni, mən bütün hərəkətləri hamısını yerinə yetirdim, heç bir hərəkətdə sıfır xal almamışam. Əsas olaraq vaxt baxımından Aydın da qeyd elədi ki, mən o vaxtda hazırlaşmamışdım. Çünki o dözümlülük, əsas məqam o dözümlüyü yaratmaq lazım idi. Biz, belə deyim, powerlift edilərik. Yəni, biz, belə deyim, ilk idman növümüz powerliftingdir ki, hansı ki, bu ağırlıq qaldırmadır. Biz bir dəfəyə, şükür Allaha ki, Avropa dünyada böyük nəticələr göstərmişik. Mənim özüm professional dünya çempionuyam. Ancaq bu idman növündə gücdən əlavə sənin dözümlülüyün olmalıdır, cəhdliyin olmalıdır. Məsələn, Aydın, belə deyim, Azərbaycanda strongmanda ilklərdəndir ki, o idman növünə uyğun bir insandır. Yəni, boyu da, çəkisi də, belə deyim, və dünya praktikasında da mənim kimi insanlar, yəni mənim kimi aşağı çəkilən insanların yarışı demək olar ki, artıq ilk dəfələrdir keçirilir. Buna da hazırlaşmaq lazımdır. Ancaq studiyamıza məncə siz hazır gəlmişsiniz, çünki alətlərimizi də dostlarımız görürlər və sizdən xahiş edəcəyik bu alətləri necə istifadə edirsiniz, ümumiyyətlə neçə kiloqramdır, bunu bizə təqdim edəsiniz. Mücət bəy, sizdən də xahiş edəcəyik. Bu ümumi məlumat alaq neçə kilodur? Bu hal-hazırdakı boş çəkisi, hal-hazırda boş çəkisi 45 kiloqramdır. 45. Çox adam qaldırır, bir də görürsünüz, sual verirlər mənə, necə oldu bu 100 kilo oldu, necə oldu bu 110 kilo oldu, necə oldu bu 80 kilodur. Bunu var qantillər, bütöv qantillər, hansı ki yarışlarda istifadə olunur. Rezin qantillər tərkibi dəmir, onlar bütöv olurlar. Biz isə bizdə o yoxdur deyə, o avadanlıq yoxdur deyə xaricdən gətirə bilməyib, bütöv yollar hamısı bağlıdır. Ona görə özümüz əldə düzəltmişik və bu yığılmaqla çəki artırılır. Hal-hazırda 45 kilodur. Nicat Hüseynov göstərəcəksə, sonra mən artırıb mən göstərəcəm. Aydın, sizdən xahiş edəcəyik, ilə Nicat müəllimdən də kameraya təqdim edək ki, tamaşaçılarımız da Aydın görmüş olsun. Alətləri bir qədər qabağa çəkək, siziniz kameraya tərəf olsun. Bunun rukayetkası çox qalındır. Normalda çox qalındır. O da qalındır nəyə görə? Çəkisi böyük olanda əli sıxmasın, əli əzməsin. Nicat Hüseynov hərəkətini göstərəcək, sözünüz baxacaqsınız. Bu iki əllə qaldırılır çiyinin üstünə. İki əlinin, amma çiyindən tək əllə yuxarı qaldırılır. Olur tək əlli qantillə qaldırmaq. Yəni, yarış zamanı bunu etmək olur. Bəli, yarış zamanı hər bir yarışda çəkilər qoyulur. Yarış var ki, məsələn, Grand Prix-də Gürcüstanda mən iştirak eləyəndə, birinci yer tutanda, orada çəkilər var idi, 80, 90, 100, 110 kiloqram. Estafet yarışıdır, vaxt verilir. Vaxt ərzində sən hamısını eləməlisən. 80, 90, 100, 110 eləməlisən. Ola bilər ki, sən 110 eləməyəsən, səndən başqaları da 110 eləməyə, onda vaxt hesablanır. Vaxt baxımından kim tez eləyib.
Ən çox neçə kiloqram eləmisiniz? Ən çox öz şəxsi rekordum 113 kiloqramdır. 113. Bəli. Yarışda isə 110 kiloqram. Bəli, yarışda isə 110 kiloqram. Həmən bu qanteli 113 kiloqram etmişəm. Lakin bu Amma bəzi hallarda heç yarışda o 110 kiloqram, bəlkə heç 100 kiloqramı da qaldırmamaq olur. O belə deyək də, o məşqin düz yanaşmamasından asılıdır. Ola bilər ki, məşqdə özünü yormusan, böyük vestlər işləmirsən və gedirsən yarışda uğursuzluq əldə edirsən. Uğurcu sənin uğursuzluğun sənin öz səhvlərindən ibarət olur. Aydın bəy, biz digər... Ən çox nə qədər artıra bilirik bugün? Bugün çox gətirməmişəm ki, lap çox olmasın, 10 kiloqramdır, 2-dən 10 kiloqram. Bunu artırıq, 20 kiloqram olur. İkisi bir yerdə 65 kiloqram olur. 61, Bu 65. 65. Bu zahvatlarla da bərkidilir. Əsasən hansı yarışlarda, məsələn, bu çəkidən istifadə olunur, Aydın bəy? Hansı yarışlarda çəkilir? Demək olar ki, bu qantel və yuxarı yumru dəmir qaldırmaq olur, kötük də olur, olur dəmir də olur. Bu bütün yarışlarda istifadə olunur. Yəni bu hərəkətlər sırf strongman idman növü hərəkətlərdir. Yəni demək 5 hərəkət olur, 7 hərəkət olur, ondan biri mütləq qantel olur. Olur ki, yarışda vəhşi müəyyən olunmur, qantel olmur, digər hərəkətlər olur. Yenə deyirəm, yarışlar fərqli, ona görə gözəllik qatırlar fərqlidir. Bütün yarışlarda eyni hərəkətlər olunur və sən bütün yarışlarda qalib ola bilməzsən. Yəni bildiyiniz kimi Özbəkistanda mən yarışda iştirak etmişdim. 16 nəfərdən 6-cı yer tutmuşdum. Lakin Gürcüstanda 8 nəfər iştirak etmişdi, oradan 1-ci yer tutmuşdum və Avropada 7 nəfər iştirak etmişdi, ondan 2-ci yer. Fərqli hərəkətlərin fərqli olmağından, yəni sən güclü ola bilməzsən bütün hərəkətlərdə. İndi bu biləyimizə bağlayırıq ki, biləyimiz zədə almasın. Bu isə yenə dediyim kimi rezin qantellərini eləyəndə buna ehtiyac yoxdur. Lakin bu adamın əlini kəsdiyinə görə və əlində sürüşdüyünə görə bunu bura bağlayırıq. Bunun üstündə oturur. Təhlükəsizlik tədbiri. Bəli, bəli, təhlükəsizlik həm kəsmir, həm səni narahat etmir. Qantel tutulur. Yəni çox adam baxır ki, niyə bu rahatdır? Rahat olmağı ona görədir ki, yəni bu vez mənim yüngül resimdir. Mən 110, 113 eləyirəm deyə bu hərəkət mənə daha yüngül gəlir. Çox vaxt zalda olanda, məşq eləyəndə gəlirlər, baxırlar ki, bu yüngüldə bununla var qaldırmaq. Deyirəm, bunu yuxarı qaldırmaq, bunu yerdən qaldır, hiss edəcəksən ki, həqiqətən bu ağır bir çəkidir. Aydın bəy, sağ və sol qollarda fərq olur çəkilərlə bağlı. Demək, say olanda, məsələn, 1 dəqiqə ərzində say verilir. Elə adam var ki, hər ikisinə öyrəşdirilir. Sol əli ilə edir, sağ əli ilə edir ki, yorulmasın. Lakin mən eləmirəm, mən sol axay deyiləm deyə mənə çətinlik gəlir. Mən sağla o verilən sayı eləyə bilirəm. Siz neçə saniyə məsələn saxlayırsınız bunu qollarınız üzərində? Fiksasiya edirsən, ayaqları fiksasiya etməlisən, əlləri fiksasiya etməlisən. Ən azı 3 saniyə qalmalı. Fiksasiya edəndən sonra komanda verirlər. Məsələn, bu yarışda mən 95-i 3 dəfə qaldırdım. Orada tamam fərqli idi. Niyə görə tamam fərqli idi? Burada çiyini qoyub yerə qoymaq olur müəyyən yarışda. Məsələn, Gürcüstanda bunu imkan verirdilər. Lakin İspaniyada dedilər ki, çiynivə qoya bilməzsən, birbaşa yerə tullamalısan. Yerə tullayanda orada qupqa var idi. Qupqanın yerini atdığıma görə çox uzaq məsafəyə geldi. 5-6 metr uzaq məsafəyə geldi. Və vaxt itkisi olurdu. 4-5 saniyə vaxt itkisi olurdu. Ona görə 95-i 3 dəfə etdim. Lakin belə bir tərzdə etsəm, 6 dəfə, 7 dəfə edə bilərdim. 3 dəfədən də siz dediyiniz kimi qaldırmışam. Arxam sudyalarıdır. Komanda vermədilər. Komanda vermirlər, orada çəkilişdə var. Mən fırlanıram belə, niyə görə komanda vermirlər? Və qoyuram yerə, deyirlər ki, ayağı düz tutmamışdın, əymişdin. Sonra çəkilişi onlara təqdim edirəm. Lakin mənim səhvim orada olur ki, yarışdan sonra təqdim edirəm. Deyirlər, düzdür, sən düz qaldırmısan, lakin bunu protez vermək lazımdır, qantellə digər hərəkətə keçməmiş. Yəni, belə deyək də, yarışda çox iştirak etmədiyimə görə bir balaca təcrübəsiz idim. Lakin digər yarışda dünya çempionatında inşallah martda Amerikada dünya çempionatımız var. Həmən bu Arnold Classic-də. İnşallah orada çıxış edəndə bütün o incə nüansların hamısını öyrəndim. Yəni ki, çox yaxşı iştirak edirəm. Bu alətlə yəni edilən hərəkət bir cür olur. Başqa hərəkət edilmir. Bəli, bir cür olur, bir cür qaldırılır. Amma məşqlər zamanı siz müxtəlif cür istifadə edə bilirsiniz. Bəli, məsələn, məşqlər zamanı maksimum gedirəm, böyük çəki.
Məsələn, işləyirəm 60, 80, 100, 110, 120 yarışlar olur ki, bir dəfə qaldırmalısan, böyük çəki qoyulur. Kim öhdəsindən qaldı, kim böyük çəki qaldırdı, o da qalib olur. Lakin burada 5 hərəkət olur, ballara görə hesablanır. Və yaxud da ki, müəyyən çəki edilir 90 və yaxud da 100. Bunu 1 dəqiqə ərzində neçə sayısı etməlisən. Kim sayı çox etdi, 1 dəqiqə ərzində o da qalib olur. Hacı müəllim, əslində düşünürəm, ətraflı məlumat verdiniz, təşəkkür edirik və bu mövzunu məncə geniş əhatə etmək olar. Ancaq hazırda klipimizi izləyəcəyik, daha sonra mövzumuz davam edəcək. Çox maraqlı görüntüləri izlədik. Nurlan, xüsusən düşünürəm ki, o ağırlıq qaldırılan ağırlıqlar qaldırmaq üçün əslində təkcə fiziki güc lazım deyil. Buna psixoloji da idmançı hazır olmalıdır. Məsələn, xüsusən o maşınları necə dartırlar, necə qaldırırlar, bu da diqqətimi çəkdi və elə sonuncu yarışda da Nicat bəy, siz maşın hərəkətini həyata keçirdiniz və nəticədə qazandınız. Ümumiyyətlə, necə olur, necə hazırlaşırsınız və indiyə qədər qaldırdığınız ən böyük kiloqram neçədir? İndiyə qədər qaldırdığım, yerdən qaldırdığım ən böyük kiloqram 310 kiloqram olub. Belə uşaqlıqdan həmişə həvəsim olub maşın dartmağa, maşın güc eləməyə, güc idman növlərinə. Getdim, orada da gücümü sınadım maşın dartma hərəkətlərində. 20 metrə məsafə 800-500, 33 saniyə ön tərəfə aparmışam. Və oturaq vəziyyətdə də dartmışam. 20 metrəyə 33 saniyə 50. Bəs məşqləri harada edirsiniz? Məsələn, məşqlərdə hansı alətlərdən istifadə edirsiniz? Məşqləri Aydın müəllimin yanında edirəm, Zavrata. Orada müəyyən alətlər var ki, sürətə işləyirik və belə. Ümumiyyətlə, nə vacibdir daha çox? Yəni, hər kəs çox məşq edib bu ağırlıqları qaldıra bilir, yoxsa bu insanın özündə? Gərək müəllim ola, həqiqətən onu sizə göstərə və belə deyim, ən birinci nüans, xanım qeyd edir, psixoloji olaraq sən bu idman növünə hazır olmalısan. Məndə alınarmı, sualı verirsən, əgər düşünürsən ki, məndə alınar, niyə də yox və məşqlərə başlamaq lazımdır. Belə deyim, qeyd etdiyim kimi, bəzi idman növlərində sırf bir də istiqamət var ki, bu ştanqda qaldırmalıyam və yaxud da bu güləşdə güləşməliyəm. Burada isə gücdən əlavə bayaq da qeyd etdim, burada dözümlülük lazımdır və bu dözümlülük məşqlərini etmək üçün həqiqətən uzun bir zaman lazımdır. Yəni bu bir ayın içində o dözümlülüyü yaratmaq mümkün deyil. Buna aylar, illər lazımdır və belə deyim, o məşqlər etmək üçün şərait lazımdır. Məsəl üçün, bayaq xanım qeyd elədi, harada məşq edirsiniz? O maşını dartmaqdan ötürü elə bir sahə olar ki, o maşınların üzərində məşq edirsən. Belə deyim, bizdə də iş baxımından şərait olmur hər dəfə gəlib o maşını dartmağa, o şərait yoxdur. Ancaq, məsələn, Nicat yarışa çıxanda, hətta mən özüm, belə deyim, həvəsdən salmaq kimi yox, özünə deyə bilmirdim, amma ürəyimə tutmuşdum ki, ya bu, o insanlardan çox, belə deyim, boyda da balacadır, iri çəkdə də balacadır, yəni çox böyük insanlar idi. Təsəvvür edirsiniz, 125, 130 kilo, 140 kilo insanlar idi. Mən düşündüm ki, yəni, çıxıb bəlkə də ki, maşın yerindən tərpid edilməyəcək. Ancaq Nicat elə bir hərəkət orada etdi ki, yəni belə deyim, hətta nəinki mən bütün Avropa orada şok oldu ki, yəni belə bir insanların, yekə insanların yanında bu 33 saniyə o maşının çəkdiyi gətirdi, hətta maşının 3 növündədir. Yəni bu Azərbaycanlıların özünə məxsus gücüdür. Yəni bu həqiqətən də belə deyim də, necə ki pəhlivan, Azərbaycanda pəhlivan deyirlər. Bu o üzrə artıq belə deyim, bu genetik faktor da ola bilər. Yəni dediyi kimi uşaqlıqdan həvəsi olduğu, yəni bu belə deyim, sırf insanın özünün genetik gücünün də faktoru ola bilər ki, burada bu hərəkətləri etsin. Ola bilər ki, insan məsəl üçün mən, digər insanlar hansısa bir növdə, hansısa bir ştanqın ağırlığı yerdən qaldırmasında güclüyəm. Amma o maşını da arta bilmərəm məsəl üçün. Digər insanlar da ola bilər ki, o daha yaxşı ağırlığı başı üzərinə qaldırır, ancaq maşını da arta bilməz. Ümumiyyətlə, Azərbaycan güclü dövlətdir. Azərbaycanda güclü oğullarımız çoxdur. Necə ki, bunu biz Vətən müharibəsində də sübut etdik və yarışlar zamanı biz hər bir idmançıdan soruşuruq da, oradan bu tamaşaçılara da bizə də maraqlıdır. Biz artıq, yəni, necə deyirlər, qalib ölkənin vətəndaşları kimi yarışlara, xarici ölkələrə gedir. Necə təsir edir bunlar orada sizə? Ümumiyyətlə, çox... Necə yanaşırlar sizə? Ümumiyyətlə, demək olar ki, Avropa ölkəsində bizi hamı tanıyırdı. Hamı da sual verdi ki, sizdə döyüş gedir, hal-hazırda necədir vəziyyət? Yəni, bütün ölkələr bizi tanıyır. Bu müharibədən sonra demək olar ki,
Hamı görür ki biz qalib ölkəyik, müstəqil ölkəyik. Yəni bu psixoloji həm Bəli, idmançılara güc verir. həm bizə daha gözəl təsir göstərir. Bizim çıxışımızda da bizə daha çox stimul verir ki, həqiqətən biz elə bu bizim yarışı da ölkəni tanıyırlar. şəhidlərimizə həsr etmişdik. Hətta orada mən biz çıxış orada edirəm. qeyd etdik. Hətta Aydın hərəkəti bitirir və mikrofon ona uzadılır ki, ürək sözlərini desin tamaşaçılara. Orada Aydın da qeyd edir, Qarabağ Azərbaycandır. Yəni bütün Avropa gördü bunu. Qarabağ Azərbaycandır. Biz qalib dövlətik, orada qeyd eləyir. O çəkilişdə YouTube-da var. Bir şey də qeyd edeyim ki, biz orada gedəndə xüsusi köynək də hazırlatmışdıq özümüzə ki, yəni belə deyim də, Azərbaycan bayrağı bu şəhidlərimizə əsr edir. Çünki döyüşlər demək olar ki, hələ də davam edir. Biz hal-hazırda döyüşən, vətən uğrunda canından keçməyə hazır olan igidlərimizi buradan salamlayırıq və qələbəmizi həm şəhidlərimizə, həm də ki, hal-hazırda canından keçməyə hazır olan igidlərimizə həsr etdiyimizi biz qeyd elədik orada. Yəni, həqiqətən də o psixoloji amil çox böyük olanıyor ki, burada yalnız bayraq qalxmalıdır, biz artıq qalibik. Yəni, məğlubiyyət olanda istər-istəməz biz özümüzə yaraşdırmırıq. Ona şükürlər olsun ki, çox layiqini təmsil etdilər və çox sevindik ki, belə deyim, bu bir nəfərin qələbəsi olmadı. Bu artıq həm federasiyanın, həm Azərbaycanın, həm bizim belə deyim, dövlətimizi sevənlərin qələbəsidir. Əlbəttə bu idmandır. Bəzən məğlubiyyətlər də olur. Bu qaçılmazdır. Bunu da düzgün təhlil edib sonradan qələbə Məsələn, qazanmaq bir nəfər lazımdır. məğlub olur, amma komanda yoldaşı, məsələn, mən Aydına dedim ki, Aydın, məsələn, mən məğlub oldum, sən mənim yerimə 2 dənə medal qazandı. Məsələn, 2 dəfə səhnəyə çıxdı və 2 hərəkətdə və ikisində də medal qazandı. Yəni, bu bir növ, belə deyim, bir-birimizə olan dəstəkdir. Ki, yəni, sən məğlub oldun, eyb yox, mən sənin əvəzinə medal Əsl Azərbaycanlı olduğunu orada da göstərmişsiniz və vətənpərvərliyi nümayiş Çox adam, yəni hal-hazırda strongman-də bizdə Azərbaycanda siz dediyiniz kimi azdır idmançı. Çox adam ehtiyat edir, fikirləşir bu çox ağırdır, necə gələ bilərəm bura. Mən özümdən deyə bilərəm ki, mən belə qeyri-adi bir şəkildə gəlmişəm bu idman növünə. Yəni yarış keçirilərkən dedilər strongman yarış keçirilir. Birinci ilk dəfə 2018-də fikirləşdim ki, mən də qatılım da, niyə qatılmıram? Sadəcə olaraq qatıldım və gördüm ki, yəni idmançılardan, professional çıxış edən idmançılardan, powerliftingdə çıxış edən dünya çempionu, Avropa çempionlarından mən qat-qat güclüyəm. Yəni hərəkəti etdim və yer tutdum. Gördüm ki, layiqincə çıxış edə bilərəm və ondan sonra üstündən 2 ay sonra yarış keçirdi, Respublika yarışı, orada birinci yerə layiq görüldüm. Anladım ki, yəni mənim içimdə genetik bir güc var. Yəni bunu anlamaq üçün, yəni bütün bu cavan insanlara müraciət edirəm, bunu anlamaq üçün, içinizdəki o gücü çölə çıxartmaq üçün nəsə etmək lazımdır, bunu göstərmək lazımdır. Başlamaq lazımdır. Hər hansı bir yarışda iştirak edib, strongman yarışında iştirak edib bunu anlaya bilərsiniz. Mən məsələn Gürcüstanda iştirak edəndə mənlə paralel 2 nəfər iştirak edirdi. Biri Avropa çempionu güləş üzrə, biri də dişi ilə samolyot dartırdı. Dedim, bu yarışda niyə iştirak edirsiniz? Deyir, öz gücümüzü istəyirik sınayaq, görək buna layiqik, yəni çıxış edə bilərik, edə bilmərik. Bəli, onlar gördülər ki, edə bilməzlər, alındıra bilmədilər. Amma o demək deyil ki, heç kimdə alına bilməz. Cəhd etmək lazımdır. Cavanlar gəlsin, cəhd etsinlər. Bəlkə onlar da məndən də daha gözəl alındı, bəlkə məndən də daha güclü oldular. Əslində bu cür idmana müraciət edən, idmanı seçən, öz gücünü sınayan və idmançı kimi gələcəkdə ölkəmizi təmsil edən gənclər həm də Azərbaycan ordusunun əsgərləridir və düşünürəm ki, elə Vətən müharibəsində də biz həm idmançıların, ümumiyyətlə bütün sahələrdə olan qüdrətli, o içində vətən ruhu, daxilində vətən ruhu olan gənclərin gücünü gördük və vətən torpaqları məhz onların mübarizəsi nəticəsində azad olundu və elə bu mübarizə ruhu ilə də klipimiz var, izləyək. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi o rəşadəti, şücaəti özündə əks etdirən görüntüləri də izləmiş olduq. Nurlan, hər zaman izləyəndə qürurla izləyirik, fəxrlə izləyirik. Düşünürəm ki, elə bu qürur hissini idmançılarımız da hiss edirlər. Həm yarışlar zamanı ölkəmizi təmsil edəndə, eyni zamanda hər birinizin hərbi xidməti də olub əslində. Öz vətənə borcunuzu da həyata keçirmişsiniz və bu missiyanı hazırda idmançılarımız içərisində davam etdirənlər də var. Elə siz də hazırda, yəni
Bir hərbiçi kimi də missiyanızı davam etdirirsiniz. Mən özüm xidmət əsgərlik zamanı kəşfiyyatçı olmuşam və xidməti başa vurduqdan sonra hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşıyam, xüsusi riskli xilas etmə xidmətinin. Buradan hər birini salamlayıram. Yəni onların dəstəyi ilə həqiqətən də idmandayıq və belə deyim, yəni gücümüzü həm yarış meydanında, həm işimizdə, yəni də bir sözlə dövlətimizi təmsil edirik və dövlətimizə, xalqımıza, vətəndaşlara xidmət edirik. Yəni mən özüm zabitəm, leytenantam. Həqiqətən də belə deyim, dövlət işində işləyənlərin demək olar ki 90% həqiqətən idmançıdır. Yəni sırf professional Milli Ordunu, Fövqəladə Hallar Nazirliyini təmsil edən, Daxili İşlər Nazirliyini təmsil edən idmançılar var. Hər birinə uğurlar arzu edirəm. Bəs siz necə? Mən də xidmət eləmişəm, Prezident Qvardiyasında xidmət eləmişəm. Biz yarışa çıxanda ümumiyyətlə əvvəllər bizim müharibə olmurdu. Yenə də öz dövlətimizi təmsil edirdik. Qarabağı həmişə qeyd edirdik ki, Qarabağ bizimdir. Hal-hazırda da orada çıxışlarımız var. Orada mikrofonu mənə təqdim edirlər və mikrofonda mən rusca deyirəm. Azərbaycan, İspaniya idi. Ya rusca danışmalıyım, ya ingilis dilində. Rusca deyirəm ki, yəni Qarabağ Azərbaycandır. Bütün bu bizim orada qalib olduğumuzu biz Qarabağda həlak olmuş həmvətənlərimizə həsr edirik. Və orada böyük təntəraqla bizi alqışlayırlar. Həqiqətən orada Ukraynada var idi. Ukraynada öz dövlətini təmsil edirdi. Onlar da böyük məmnuniyyətlə bizi qulaq asırdılar. Və onlara da çox maraqlı idi ki, biz necə dövlətimizi çox istəyirik və necə dövlətimizə biganə yanaşmırıq. Çox dövlətlərdə, məsələn, orada neçə nüans oldu. Bayraqları yerə qoyurdular, yerdə sürüyürdülər. Rövşən Xəlilov neçə dəfə ona əsəbləşdi. Deyir, bunlar bayrağı yerə qoyur. Biz bayrağı öz bayraqlarını. Bəli, öz bayraqlarını. Biz görmüşük ki, bizim dövlət bayrağı bizim üçün çox müqəddəsdir. Yəni, bu bizim üçün, belə deyim, həqiqətən zirvədir o. Biz çiynimizdə saxlayırıq, elə bir yerə qoyuruq ki, o heç kimə yerə toxunmasın. Amma onlarda elə bir şey yoxdur. Xarici dövlətlərdə mən gördüm ki, onlar məsələn yerə qoyurlar. Yəni bunlar elə şeyə diqqət göstərmirlər də. Hətta mən götürüb özünə verirəm, belə reaksiya göstərir, onlar üçün başqa cür. Yəni biz həqiqətən də vətənpərvər xalqıq, vətənpərvər millətik. Bu da bizi elə qələbəyə aparan bir nüansdır. Elə düşünürəm ki, Necət bəy, sizi də elə qələbəyə aparan əsas nüans elə o vətən olan sevgi, qələbə əzmi olub və sizin də fikirlərinizi öyrənək. Düzdür, mən də daxili qoşunlarda xidmət eləmişəm. Xidməti bitirdikdən sonra birbaşa idmana gəlmişəm, sırf idmanla məşğul olmuşam. Bütün boş vaxtlarımda ancaq idmanla məşğul olmuşam. Çalışmışıq ki, bayrağımızı ancaq uzaq zirvələrə qaldıraq. Təşəkkür edirik biz sizə, uğurlar arzulamaq istəyirik. Doğrudan da Azərbaycanı layiqincə təmsil edən insanlarsınız siz. Və son olaraq çox qısaca istərdim, bayaq qeyd elədiniz, insanlar bu idman növündə məşğul olsunlar deyə. Hara müraciət edə bilərlər çox qısa? Bu idman hal-hazırda 2 dənə federasiya hal-hazırda Bəxtiyar müəllim federasiyasıdır və hal-hazırda Bəxtiyar müəllimin zalında da bu avadanlıqlar var və mənim zalımda da avadanlıqlar var. Mən professional məşğul olduğuma görə yaxşı olardı ki, mənə müraciət eləsinlər ya da Rövşən Xəlilova müraciət eləsinlər. Nömrəmizi də deyə bilərik ki, yəni istəyən... Sosial şəbəkələrdə Bəli, Rövşən Xəlilov, Aydın Hümmətov, yəni müraciət eləsələr, yəni başlamaq üçün biz əlimizdən gələn əsirgəmərik. Yəni belə baxaq da, insanlar fikirləşir, bizdən pul mənimsəyəcəklər və yaxud da pul istəyəcəklər. Yox, elə bir şey yoxdur. Yəni mənim zalıma, mənim öz şəxsi zalım var. Mənim zalıma kimsə gəlirsə, məndən deyir ki, məsələn, mən gəlib məşğul olmaq istəyirəm. Görürəm, bu insan professional insandır. Xüsusi bacarıq olan insanlara həqiqətən biz təmənnasız xidmət göstəririk. Yəni pul almıram. Və bir şey də qeyd edirəm ki, Strongman Federasiyasının tərkibində idman bölmələri var. Yəni burada həm powerlifting idman növünə, bir güc idman növləri, bir sözlə street lifting, street curl, yəni hətta bizim digər hərəkətlərdə, respublika çempionatlarımız, yəni tək strongman, yəni güc idman növlərinin daxilində belə digər idman növlərinin hərəkəti. Mövzu çox maraqlı və çox genişdir. Mən çox üzr istəyirəm, artıq vaxtımız bitir. Biz redaktorlarımızdan xahiş edərik, bir daha sizinlə görüşərik, daha ətraflı danışırıq. Və əsas odur ki, müraciət edənlərin sayı artacaq elə bizim verilişimizdən də sonra, əziz dostlar, və təşəkkürümüzü bildiririk. Hazırda isə xəbərləri izləmə zamanıdır. Daha sonra studiyamızda olacağıq. Bütün dostlarımızın sabahı xeyir olsun. Verilişimizin ikinci hissəsi, əziz dostlar, başladı və ikinci hissədə də maraqlı bir söhbət sizi gözləyir. Çünki biz futboldan danışdıq, Nurlan geniş əhatə etdik, xəbərlərimizin əslində bir çox elə futbolu əhatə edirdi. Elə idman xəbərə də baxanda gördük ki, müxtəlif idman xəbərlərindən var idi. Əsas yəqin ki, diqqətinizi
futbol xəbərləri çəkdik. Bəli. Çünki UEFA Çempionlar Liqasında maraqlı oyunlar olmuşdu. Eyni zamanda boksçularımızın çıxışını fərqləndirmək istərdim. Gənc boksçularımız Avropa çempionatında uğurla çıxış etdilər və ümumi əgər bir daha xatırlasaq, 8 gün davam edən Avropa birinciliyində komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazandı. Ən əlamətdar hadisə isə odur ki, 3 ildən sonra elə yeniyetmələrimiz 3 qızıl medal qazandılar və 6 ildən sonra isə ümumi komanda sayında da artıq biz bir irəliləyiş görmüş olduq. Əziz dostlar, digər idman növlərinə nəzər salmışkən, düşünürəm ki, elə qonağımızı təqdim etməyin məqamıdır. Görəsən, karate idman növündə hazırda hansı dəyişikliklər olur? Çünki ən çox bizə medal qazandıran idman növlərindən biridir. Elə mövzumuzu da qonağımızla davam etdirəcəyik. Bəli, elə bunun üçün də Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovu studiyamıza dəvət etmişik. Xoş gəlmisiniz Yaşar müəllim, sabahınız xeyir olsun. Yaşar müəllim, karate idman növü Azərbaycanda elə bir idman növüdür ki, mütləq yeniliklər olur, hər dəfə yeni məlumatlarla gəlirsiniz. Elə ilk verilişimizin elə bu saatlarında da istərdim ki, ilkin məlumatları sizdən öyrənək. Hansı yeniliklər var Yaşar müəllim? Ümumiyyətlə, yeniliklər çox demək olar bizim idman növündə. Bu axır aylarda yəni çox belə güclü belə yarışlar keçirildi. Yəni onlardan da biri ilk dəfə bizdə olaraq Premyer Liqanı yəqin ki seyr etdi. Ayın 2-si, 3-ü, 4-ü bizdə 58 dövlət gəlmişdi. 58 dövlətin ən güclü idmançıları, yəni ki ola bilərdi sayı 100 də olsun, ancaq tərkibi dünya çempionatı kimi. Ancaq keyfiyyətcə götürsək, yəni idmançıların, bura gələn idmançıların dünyada ən güclü idmançılar gəlmişdi. Yəni ümumi hesabda bildiniz ki, ancaq kataya görə Yaponlar bizi keçdi. 3 qızıl biz, 3 qızıl olar, gümüş medalın sayına görə onlar bizi keçdilər. Amma ilk dəfə olaraq biz belə Premyer Liqada belə nəticə göstərmişik. Çünki bildiyiniz kimi Premyer Liqa dünya çempionatından heç də geri qalan bir yarış deyil. Ona görə də çox sevindirici haldır ki, doğma Bakıda bizim idmançılarımız bu cür yüksək nəticə göstərdilər. Bizdə yəni Premyer Liqada bir qızıldan artıq biz götürən hal görünmür, yəni olmayıb bizdə karate tarixində. Yəni bundan da başqa Dünya Karate Federasiyasının prezidenti Antoni Espinoz 5-ci dəfə Bakıya gəldi. Yəni ümumi hesab götürsək, bütün görüşlərində bizim dövlətimizin prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev Antoni Espinozu hər dəfə qəbul edib. Bu dəfə də yəni qəbul oldu. Ayın 3-də cənab prezident baxmayaraq ki, yeni səfərdən gəlmişdi, baxmayaraq ki, işi çox idi, Antoni Espinozu qəbul etdi. Çox gözəl görüş keçdi. Yəni bu görüşdə səmimi həmişə olduğu kimi danışıqlar oldu karate haqqında. Karatenin, yəni Azərbaycanın karatesinin nə dərəcədə yüksək olmağını Antoni Espinoz söylədi. Eləcə də cənab prezident tarixə gedərək bizim karatenin tarixindən danışdı və bizim uğurlardan danışdılar. Və mən deyərdim ki, bu çox sevindirici haldır. Bizim idman növünün inkişafı deməkdir. Və karate idman növü kimi biz ilk dəfə Tokyoda iştirak etdik, bildiniz 21-ci ildə və çox uğurla iştirak etdik. Baxmayaraq ki, bizim ilk çıxışımız idi Olimpiya oyunlarında. 3 gümüş medal Azərbaycan götürdü, onun ikisini bizim karateçilər götürdü. 2 finalımız var idi. Hər, yəni 3 çəki kişilərdə, 3 qadınlarda biri Azərbaycan idi. Bu çox yüksək nəticədir və təbii ki, istərdik qızıl olsun, ancaq bu dəfə alınmadı. Mən inanıram ki, gələcəkdə biz mütləq Olimpiya oyunlarına, yəni bir daha karate salınsa, olsa, orada biz mütləq bu qızıl medalı əldə etməliyik. Çünki bizim bugünkü gün reytingimiz çox yüksəkdir. 205 dövlət arasında biz liderlərdən biri olaraq qalırıq. Yaşar müəllim, bir məsələ var burada. Əlbəttə, Azərbaycan karatesi bugün dünyada liderlər sırasındadır. Amma biz bunu bir qədər əvvəl artıq karyerasını başa vurmaqda olan və başa vuran karateçilərin sayəsində qazanmışıq. Tanınmış, adlı, sanlı adlarını da çəkə bilərik burada. Və son vaxtlar görürük, milli komandada müəyyən dəyişikliklər olur, heyətlə bağlı. Bəli. Yeni gələnlərdə həmin potensial varmı liderlər sırasında qalaq? Yəni zirvəyə qalxmışıq, orada qalmaq o qədər asan məsələ deyil. Yeni deyəndə bizdə Rafael karyerasını demək olar ki, bitirib. Irina'nın 26 yaşı var. Irina ilə inanıram ki, əgər karate bir də
Parisə yox, 2024-cü il olmuyor, amma Los Angelesə şans var. Yeri gəlmişkən deyim sizə ki, biz sabah yola düşürük. Los Angelesdə karatenin prezentasiyası olacaq. Yəni Los Angelesdə düşən idman növlərindən biridir. Yəni ona görə tək ayrıca karatenin ayın 10-unda prezentasiyası olacaq və orada çox sevindirici məhz İrinanı seçiblər, seçim kimi orada çıxış edəcək, karate haqqında danışacaq və mən inanıram ki... Düz, yəni İrinadan da başqa bugün bizim gənc qızlarımız var ki, son vaxtlar yaxşı nəticələr verirlər. Mən İrinanına görə misal çəkmədim, yeri gəlmişkən dedim ki, yəni səhər boyun, sabah yola çıxırıq, o yəni bizim Azərbaycanın idmanını təmsil edərək bütün dünyada yeganə idmançıdır ki, Los Angelesdə karateni yəni ki, prezentasiyasında iştirak edir və o Los Angelesə düşə bilər, yəni hələ ki cavandır. Baxanda bizim idman növünə, yəni yaşına görə iştirak edə bilər. Amma Yaşar müəllim, məsələn, tədbirlər keçirilir, karate ilə bağlı müxtəlif bu cür beynəlxalq əhəmiyyətli yarışlar keçirilir. Biz gənclərin də aktiv iştirak etdiyini görürük. Məsələn, yeniyetmələrdən uğur əldə edənlər var. Biz axırıncı yarışları götürsək, Mədinə 20 yaşı var, axırıncı yarışların hamısında o nəticə ilə qayıdıb. Avropa çempionatından yəni bürünc medal əldə etdi. İslam oyunlarında bürünc medal əldə etdi. Bu yaxınlarda A seriyada uğurlu medalla qayıtdı. Sonra Bazildə, Şvitsariyada turnir keçdi, oradan uğurla qayıtdı. Eləcə də götürsək bizim o biri kişilərdən ibarət olan komandamız, gənclərimiz çox uğurla çıxış edir. Axırıncı dünya 25-idir oktyabrın, biz yola düşməyi inşallah. Bizim idmançılarımız indi təlim toplantı məşqləri başlayıb. Harada keçir, necə keçir məşqlər? Məşqlər yaxşı keçirilir. Bizdə indi öz mərkəzimiz var, yəni ki, Şəfada. Ondan başqa Gənclər İdman Nazirliyi tərəfindən dəstəyi var. Yəni bu yaxında yenə görüş oldu. Mən şəxsən İdman Gənclər Naziri Mariana xanımla danışdıq və o dedi ki, nə dəstək lazımdır, nə kömək lazımdır söyləyim. Biz də sizə dəstək olaraq şərait yaradaq ki, yaxşı hazırlıq getsin. Əlbəttə ki, bugün Azərbaycanda, yəni paytaxtda da, bölgələrdə də hər bir idman növündə yüksək səviyyəli təlim məşq toplanışı təşkil etmək üçün imkanlarımız var. Amma gəlin razılaşaq ki, bəzi hallarda digər ölkələrin idmançıları ilə də qarışıq təlim məşq toplanışı hazırlıq səviyyəsinə müsbət təsir göstərir. Bu mənada hər hansı bir iş görmək olurmu? Ya biz gedək, ya digər ölkələrdə idmançılar gəlsin? Ümumiyyətlə, bizim mərkəz bugün sağ olsunlar, yəni şəxsən Cənab Prezident sağ olsun, yəni karate başlayan 97-ci ildən gələndən bizim, yəni bu il 25 ildir ki, biz Dünya Karate Federasiyasından qəbul olmuşuq. Yəni dəstək olaraq 97-ci ildən Cənab Prezidentlə Milli Olimpik Komitəsinin prezidenti gələndən bizə hər dəfə hər bir şərait çalışırlar, yaratsınlar və cavab olaraq biz çalışırıq yüksək nəticələr göstərək və bizim bu mərkəzə bütün dünyadan gəliblər. Yəni hətta karatenin vətəni olan Yaponiyadan dəfələrlə dünya çempionları, yəni həm qızlardan, həm oğlanlardan gəlib bizim mərkəzimizdə məşq ediblər və gözəl şəraitdir. Aslında ki, dünyanın hər bir yerindən hər bir idmançı istəyərdi ki, arzusudur ki, gəlib bizim idmançılarla bir yerdə məşq etsinlər. Yaşar müəllim, məsələn, oktyabr ayını qeyd elədiniz, səhv eləmirəmsə 25-dən 28-nə qədər də dünya çempionatı keçiriləcək. Ümumiyyətlə, millinin tərkibi artıq müəyyən olunubmu? Hansı idmançılar və neçə nəfər bizi təmsil edəcək? Ümumiyyətlə, bizim millini təmsil edən idmançılar bayaq düz qeyd etdiniz. Hətta bizim idmançılarımız var ki, hansı ki, artıq 3 nəfəri böyüklərdən ibarət olan komandada iştirak edir. Bu sevindirici haldır. Mən inanıram ki, onlar mütləq dünya çempionu da ola bilərlər, yəni medalla mütləq qayıtmalıdırlar. Tərkib artıq həll olunub və hazırlıq gedir, yəni ki, bütün çəkilərdə. Bu çox böyük yarışdır. Nəyə görə? Ora tərkib çox olur. Həm kadetlər iştirak edir, 14-15 yaş, həm 16-17 yaş, həm 18... Yəni, böyük heyətlə yollanırıq. Bəli, həm 18-20 yaş. Ondan da başqa, mən deyərdim ki, burada bizim hakimlər var, hakimlərimiz də gedir, məşqçilərimiz də hər yaş qrupunda var.
bir də bizdə bircə komitə deyil, kata yarışları da var. Bir kata yarışlarına da qatılan idmançılarımız var. Yəni həm qızlar, həm oğlanlar. Bu yəni karatenin inkişafı deməkdir ki, bütün sahələrdə bizim idmançılarımız Eyni zamanda iştirak edir. idarəçiliyə də bu özünü biruzə verir və səhv etmiriksə bu yaxınlarda siz Beynəlxalq Karate Federasiyasına da seçkilər keçirilməlidir. İstədik bu barədə. Mən idarə heyətinin üzvüyəm. Avropa Karate Federasiyasının, YKF-in 53 dövlətdən ibarət olan belə 9 nəfərik biz orada. İndi bu 4 ildən bir olur seçim. Kongres olacaq, Dünya Kongresi, Dünya Çempionatında ayın 25-i və mən namizədlərdən biriyəm. Yəni idarə heyətinə, dünya idarə heyətinə. Orada Avtomatik Avropa Federasiyasında orada qalıram. Orada da qalırsınız, dünyada da seçilə bilərsiniz. Bizdə elə praktikada elədir, yəni ki, onun ona dəxli yoxdur. Mən Avropadan təmsil olunuram, yəni idarə heyətinə. Orada yəni seçim çox çətindir. Təbii ki, 205 dövlət arasında 17 nəfər orada idarə heyətində yəni qəbul olunur və ona görə konkurensiya var böyük. Orada çalışacağız keçək indi. İnşallah görək necə olur. Yaşar müəllim, bir də istərdim idmançıların biraz reyting məsələsinə toxunaq. Çünki karatedə də reyting məsələsinə, yəni dünyada yeri məsələsinə Azərbaycan karateçilərin. Çünki ən nüfuzlu bu cür turnirlərdə, məsələn, reytingi yüksək olan idmançılar seçilir. İlk 30 yeri tutan idmançılar müəyyən olur. Bu baxımdan, məsələn, Azərbaycan karateçiləri içərisində 32, bəli. İçərisində hazırda, məsələn, bu reyting baxımından ən güclülər, məsələn, neçə karateçinin adını çəkə bilərik? Siz axırıncı elə Premyer Liqanı götürsək, orada 32-likdən ibarət olandı. Biz də yeri gəlmişkən qeyd edim ki, 346 idmançı iştirak etdi. Bu o deməkdir ki, rekorddur. Yəni 4 Premyer Liqa var idi. Dünya hər dövlətə Premyer Liqa vermirlər. Bu axırıncı Premyer Liqada bizim 17 idmançımız iştirak edirdi. Yəni ki, 17 idmançımız bizim 32-liyə girir. O çox gözəl nəticədir və bizim idmançılarımız 32-liyə hətta yox. Bizim indi gələn il Avropa oyunları var, Polşada bildiyiniz kimi. Ora ancaq 6-lığa girən idmançılarımız düşə bilər və bugünkü gün hələ ki bizim 3 idmançımız daxil olub ora. Orada demək biz çalışacağıq ki, daha çox olsun tərkibi və buna bizim imkanımız da var, şansımız da var. Çünki gözəl bizim idmançılarımız var. Yaşar müəllim, hazırda dünya çempionatına idmançılarımız hazırlaşır. Bununla yanaşı digər çempionatlar da, turnirlər də keçirilir. Məsələn, bunlarla bağlı, yaxın tarixdə keçiriləcək turnirlərlə bağlı hansı məlumatları verə bilərdiniz? Yəni, karateçilərimizi gözləyən səfərlər hansılardır? Ümumiyyətlə, bildiyiniz kimi bugünkü gün ofisial yarışlar var. Hasılar ki, kalendar planına girir Avropanın da, dünyanın da. Onlara hər bir kəs iştirak edə bilməz. Yəni, ora Rusiyadır, Belarusiya onlar bugünkü gün bıraxmalı. Amma qeyri, yəni kalendar planına girməyən yarışlar da var. Onlar Rusiyada da, Belarusiyada var. Oraya getmək icazə var. Yəni bizdə indi Belarusiyada beynəlxalq turnir var. Bizim bir neçə idmançımız ayın 8-i orada olacaq. Sonra Moskvada noyabr ayının 23-dən 25-nə kimi orada beynəlxalq turnir var. Ora yəni biz yola düşməliyik. Sonra NDB dövlətlərinin gələn il yarışı var. Amma ora biz icazə almalıyıq, bilmirik. Yəni ora icazə verəcəklər ya verməyəcəklər getməyə. Yəni, amma bu il bizim yarışlardan qalanlardan biri odur ki, yəni dünya çempionatı sonra qeyd etdiyim kimi Moskvada beynəlxalq turnir var və bizim ilk profesional klub Şərq Əlbəyaxa döyüş növləri Qaraqaplan klubudur. O bizim klubdur, 30 illikdir və ona həsr olunmuş biz dekabrda beynəlxalq turnir keçirəcəyik, balaca da olsa və veteranlarımızı hamısını dəvət edəcəyik. 30 ildə iştirak edən, bayrağımızı qaldıran belə idmançılarımız var. Bu klub həmişə birinci olub, yəni birincilərdən biri olub. Tərkibdə yığma komandanın demək olar yarısı orada iştirak edir və yubiley kimi 30 illiyini qeyd edəcəyik. Və belə başa düşdüm ki, əslində elə hər ay, qarşıdan gələn hər ayda karateçilərimizi növbəti sınaqlar gözləyir. Uğurlar arzu edirik. Çox sağ olun. İşlərinizdə uğurlar. Sağ olun ki, işıqlandırırsınız. Bir də hər kəsə bir daha öz minnətdarımı bildirirəm və əlbir olaraq dövlət tərəfindən bizə bu cür qayğı, bu cür dəstək varsa biz çalışacağıq, doğruldaq həmişə olduğu kimi. Biz əminik və inanırıq ki, Azərbaycan karateçiləri bundan sonra da beynəlxalq arenalarda böyük uğurlar qazanacaqlar. Uzun illərdir artıq
Yaşar müəllim federasiya rəhbərliyi edir və idarəçilik o qədər sistemli və düzgün qurulub ki, bugün həmin nəticələr də olur və əlbəttə ki, idmançılarımız da yetişir və yeni qələbələr qazanılır. Elə yeni qələbələr ümidi ilə də bugün də artıq tamaşaçılarla sağollaşmalıyıq. Səhər yenə eyni saatda, eyni məkanda bizi gözləyin əziz dostlar, görüşərik.